Salamlar. Bu gün də artıq yeni bir gündür və çox gözəl bir gündən biridir. Və mən bu gün də həmişəki olduğu kimi özümü təkmilləşdirmək üçün yeni də idmanlar edəcəm və onları çəkib sizə də paylaşacağam. Amma ondan öncə mən sizə yeni çəkdiyim rəsm əsərimi sizlərlə paylaşmaq istəyirəm. Gördüyünüz kimi burada mənim yeni bir rəsm əsərim var. Gördüyünüz kimi burada 3 dənə at rəsmi çəkmişəm və əvvəlki videoda olduğu kimi mən bu videoda da yeni bu rəsmi çəkərkən də bir çox çətinliklər çəkdim. Aylar sonra bu rəsmi ortaya çıxartdım. Düzdür, bu rəsm çox gözəl alına bilər, amma bu gözəl alınmasının əsas səbəbi isə mənim bir neçə çətinliklərdən keçməm idi. Yəni bu rəsmi çəkərkən bir neçə çətinliklərlə rastlaşdım. Onları düzəltməyə çalışdım və nəticəsində də belə gözəl bir rəsm əsəri ortaya çıxdı. Gördüyünüz kimi burada 3 dənə at rəsmi çəkmişəm və hər biri bir-birindən gözəldir. Ümid edirəm ki, siz də bu rəsm əsərini bəyənərsiniz və mən o birisi, yəni bundan əvvəlki videomda sizə ego ilə bağlı ilk videomu paylaşmışdım. Bu videomda isə ego ilə bağlı ikinci bölümünü paylaşacağım. Artıq ego ilə bağlı bir neçə dərinlikləri öyrəndim və onları da sizlə paylaşmağı çox istərəm. Ümid edirəm ki, siz də sevinclə dinləyirsiniz və bu danışdıqlarımdan ilhamlanıb sizlər də bir şey etməyə, öz hədəflərinizə doğru getməyə, çox çalışmağa yönələrsiniz və mənim videolarımı da izləməyə davam edərsiniz. Ümid edirəm ki, sizin üçün faydalı hesab olunar. Vaxt itirmədən başlayaq. I need more than a piece, my brother. If you rollin' with me, my brother, just know we going past the peak, my brother. And I keep my eyes on the prize so I can never see defeat, my brother. Walking the finest line between the shining night and royalty, my brother. I ain't playing, but they see I leveled up. They fed up, I don't act like I'm fed enough. Hate the game, but I'm sure you could bet it's us. Can't complain, but I'm sure you attempted, brother. Fessed up everything that you estimate's and underrate. You can say this the latest of the greats. I always keep the statement up to date by the way that I elevate above the ranks on the way with the fleet. Take a seat or stay out of reach. World is mine, I ain't claiming a piece. Throne is mine, but I stay on my feet. Locked and loaded, I pray that you get low. If you rollin', I pray you don't get cold. Is you ready for war, my brother? Is you ready for war, my brother? Back and they backing up. Yeniden salamlar. Mən sizə bayaqlar dediyim kimi artıq ego bölümünün artıq ikinci bölümünü sizinlə paylaşmaq istəyirəm və onu da buradan demək istəyirəm, yəni onu da buradan qeyd etmək istəyirəm ki, bəzən elə anlar olur ki, biz bir iş görürük və biz o işin tez bir zamanda nəticəsini bilmək istəyirik və ona görə də çox çalışırıq, amma bir müddət sonra o işə aylarımızı verəndə, illərimizi verəndən sonra isə biz o işdə nəticəni görə bilmirik və tez bir zamanda o işdən bezib artıq o işi dayandırmağa başlayırıq və bunun nəticəsində heç bir uğur qazana bilmirik. Amma ən böyük uğurlar məhz illər sonra baş verir. Yəni hər bir uğur özünlə bərabər böyük səbirlə bərabər gətirir. Yəni əgər ki böyük bir uğur qazanmaq istəyirsinizsə, öz işinizdən böyük bir nəticə əldə etmək istəyirsinizsə, siz səbir etməyi bacarmalısınız. Çünki ən böyük və ən gözəl şeylər ancaq və ancaq səbirlə əldə edilir. Bu çox gözəl bir sözdür həqiqətən. Çünki həqiqətən yenə ən böyük uğur qazanmaq istəyən insanlar belə çox bir işə illərini vermişlər və
o illəri verdiklərindən sonra isə böyük mükafatlar əldə etmişlər və əgər ki siz də mənim kimisinizsə, çünki mənim də böyük bir hədəflərim var, böyük bir xəyallarım var və o hədəflər üçün aylarımı verirəm, günlərimi verirəm və bu günlərimi verərkən də bəzən ümidsizliyə düşürəm. Bəlkə sizdə də olur, yəni siz də etdiyiniz çalışmaların nəticəsini verməyəndə ümidsizliyə düşə bilərsiniz, amma hər zaman necə olursa olur, siz o şeyi etməlisiniz. Çünki yenə dediyim kimi, ego sizi ümidsizliyə düşürməyə aparır. Yəni ego elə bir hissdir ki, tez bir zamanda nəticəsini görmək istəyir, amma nəticəsini görməyəndə isə sizi ümidsizliyə doğru yönləndirir. Amma yenə mən sizə tövsiyəm odur ki, ümidsizliyə düşməyin və əgər ki böyük bir hədəfiniz varsa, o hədəf üçün çalışın, səbr etməyi bacarın. Çünki yenə dediyim kimi, ən gözəl şeylər ancaq və ancaq səbrlə əldə edilir. Ego isə sizin səbr etməyinizi azaltmağa çalışır, sizi tez bir zamanda o işdən nəticə əldə etməyinizi istəyir, amma yenə dediyim kimi, ən böyük uğur qazanan insanlar belə tez bir zamanda nəticə əldə etməmişlər. Əgər ki uğur qazanmağı çox istəyirsinizsə və böyük bir xəyallarınız var isə, siz o işə illərinizi, günlərinizi verməlisiniz və ümid edirəm ki, o etdiyiniz çalışmanın tez bir zamanda nəticəsini alacaqsınız. Yəni, böyük uğurları imza atmaq bir gündə və yaxud da bir ildə baş vermir. Yəni, bunu mən özüm də öyrənmişəm. Yəni, etdiyim bu rəsmlərdən öyrənmişəm. Yəni, böyük bir rəsm əsəri ortaya çıxartmaq istəyirəm, amma görürəm ki, yəni bu alınmır. Yəni, bir gün və yaxud da 5 gün ərzində alınmır. Bu, gərək aylarını verəsən ki, sən bu rəsm əsərini düzgün şəkildə, gözəl bir şəkildə ortaya çıxardasan və yenə də sizə tövsiyə edirəm ki, əgər ki, böyük bir uğurunuz var isə və siz səbr etməyi çox yaxşı bacarırsınızsa, onsuz sizin üçün böyük uğurlara imza atmaq çox asan olacaq. Amma əgər ki, siz səbirsizsinizsə və egonuz çox yuxarıdadırsa, sizin o uğuru əldə etməniz biraz çətinləşəcək. Ona görə də mən sizə tövsiyəm odur ki, hər zaman öyrənməyə açıq olun. Nə olursa olsun, yəni hər zaman axtarılacaq, araşdırılacaq bir şeylər var, öyrəniləcək bir şeylər var. Amma ego bu şeyi, yəni bu öyrənmə kapasitesini bağlayır, mane yaradır və sizin bir şeylər öyrənmənizə, yeni bir şeylər öyrənib tətbiq etməyinizə mane olur. Ona görə də mənim sizə tövsiyəm var ki, egonuzu azaltmağa çalışın. Hər gün yenə də egonun birinci bölümdə dediyim kimi sizə hər gün necə olursunuz olun, motivasiyanız aşağıda da olsa, yuxarıda da olsa siz bu şeyi etməlisiniz. Çünki sizin böyük bir uğurunuz var, böyük bir xəyallarınız var və o xəyalları, o uğuru gerçəkləşdirmək üçün isə siz hər gün necə olduğunuzdan asılı olmayaraq bir şeylər etməlisiniz, yeni şeylər öyrənməlisiniz, yeni şeylər tətbiq etməlisiniz və o tətbiq etdiyinizdən sonra məğluba uğrasanız belə, yəni məğlub olsanız belə, yerə düşsəniz belə ayağa qalxmaq öyrənməlisiniz və ancaq yenə dediyim kimi bu şəkildə istədiyiniz şeyləri reallaşdıra bilərsiniz. Ego həqiqətən də yəni çox boş bir hissdir, yəni insanı sevdiyi xəyallardan yönəltməyə çalışan bir hissdir. Yəni, ego rahatlığı sevir. Yəni, qısacası ego rahatlığı sevən bir hissdir və bunun nəticəsində bir çox böyük xəyallar quran insanlar uğurlarını gerçəkləşdirə bilmirlər. Yəni, xəyallarını reallaşdıra bilmirlər bu ego sayəsində. Amma əgər ki, sizdə və mənim kimi siz də möhkəm disiplinə sahibsəniz və hər gün necə olmanızdan asılı olmayaraq hər gün özünüzü təkmilləşdirirsəniz, əgər ki, çox çalışırsınızsa və böyük bir hədəfiniz var isə, siz buna layiqsiniz. Yəni, siz istədiyiniz hədəfləri, istədiyiniz xəyalları, böyük xəyallarınızı reallaşdıra bilərsiniz. Mən də sizə deyəcəklərim sözlər bu qədər idi. Ümid edirəm ki, bu dediyim sözlər sizin üçün ilham mənbəyi olar. Əgər ki, mənə başqa sözlər demək istəyirsinizsə, yəni ego ilə bağlı bir neçə sözlər demək istəyirsinizsə, yorumlar qisminə yaza bilərsiniz. Görüşmək ümidi ilə özünüzə yaxşı baxın.